Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar düzənlənən Açıq rayon birinciliyi üzrə keçirilən voleybol yarışında rayon icra hakimiyyətinin nümayəndələri, Saatlı rayon Gənclər Mərkəzinin rəhbərliyi, ictimai nümayəndələri iştirak edib. Çıxış edənlər ümummilli liderin əziz xatirəsini bir daha yada salıblar. Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyev xalqının xilaskarı olmaqla bir sıra əvəzsiz xidmətləri ilə daim millətinin qəlbində yaşayır. Heydər Əliyevin ölkəmizin inkişafında olan xidmətlərindən söhbət açılıb. Ümummilli liderin gənclərlə iş sahəsinə olan xüsusi diqqəti nəzərə çatdırılıb. Məhz buna görə bütün rayonlarda olduğu kimi, Saatlıda da Ulu Öndərin xatirəsinin əziz tutulması və rəngarəng tədbirlərin keçirilməsi vurğulanıb. Qeyd olunub ki, hər bir sahədə olduğu kimi idman sahəsində də Ulu Öndərin diqqət və qayğısı bu gün də göz önündədir. Digər çıxış edənlər də Ulu Öndərin əziz xatirəsindən söhbət açıblar. Vurğulanıb ki, dahi şəxsiyyət ümummilli liderimiz əbədi olaraq xalqın sevgisini qazanıb. Daha sonra Açıq rayon birinciliyi üzrə keçirilən voleybol yarışına start verilib. Yarışın Voleybol Federasiyası tərəfindən təsdiq olunan qaydaları üzrə keçirildiyi bildirilir. Yarışlarda iştirak edən komandalar püşk atma yolu ilə seçilərək dairəvi sistem üzrə 3 partiyadan ibarət olaraq keçirilir. Sonda isə qalib gələn komandalardan 1, 2 və 3-cü yerin sahibləri Yeni Azərbaycan Partiyası, Saatlı rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Gültəkin Əliyeva, Aydın Yavərzadə, Dünya TV.